Lənkəranda qətl törədilib. Hadisə rayonun Vilvan kəndində baş verib. Kənd sakini 1957-ci il təvəllüdü Vəlağa Mirzaoğlu Səbziyev axşam saatlarında malqarasını gətirmək üçün örüş sahəsinə gedib. Onun sahədən qayıtmadığını görən yaxınları axtarış aparıblar. Axtarış zamanı Vəlağa Səbziyevin meyiti sahədə yol üstündə aşkarlanıb. İlkin olaraq onun kəsici-deşici alətlə qətlə yetirildiyi məlum olub. Qətlin kim və ya kimlər tərəfindən törədilməsi hələlik məlum deyil. Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Cəllabadda isə 37 yaşlı kişi ürəyindən bıçaqlanaraq qətlə yetirilib. Cəllabad sakini 1988-ci il təvəllüdü Bəhruz Ədalətoğlu Hüseynov rayonun Kirovka deyilən ərazisində evinin giriş qapısında bıçaqlanaraq qətlə yetirilib. Yaralı dərhal xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb. Hazırda baş verən hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırmalar aparılır. Daha bir qətl hadisəsi isə Kürdəmirdə törədilib. Hadisə rayonun Sığırlı kəndində qeydə alınıb. Kənd sakini 1966-cı il təvəllüdü Nuriyev Hafiz Cümşüdoğlu münaqişə zamanı həmkəndisi tərəfindən bıçaqlanıb. Ağır xəsarət alan yaralı elə hadisə yerindəcə dünyasını dəyişib. Hadisə yerinə rayonun hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qətlin baş vermə səbəbləri araşdırılır.